İnsanlar da var ki, yəni yoxdur həkim işin, amma iş istəyir, iş axtarır. Bizə də yazırlar bunu çox yaşlı insanlar ki, məsələn, mən bu Sirat körpüsündədir də insan, nə 65-i yoxdur ki, geçsin təqaüdə, nə də 25-i yoxdur ki, yaş olaraq. Məsələn, belə cavan gedib işləsin. Elə bir yaşdadır ki, 50-55-dədir, qalıb ortalıqda. 25-də də gələndə də təcrübən olmalı. Təcrübən olmalı, yəni 35-də gedib qocasan. İstehzalı. Təbii, amma bugün məşğulluğa gedib desən ki, məsələn, desən deyəndə orada iş elanları var da, məsələn, 60 var, 5 ilim var elə ki təqaüdə, 60 yaş, iş ver mənə, 5 il işləyəcəyim bir iş ver. Yəni, nə qədər iş var, kimi götürəcəksən oraya? İş var, aydındır var, amma müəyyən kateqoriya üçün. Ondan sonra qocasan. Təqaüdə çıxacaq qədər qoca deyilsən, amma işləyəcək qədər qocasan. Son ilin ümumiyyətlə xroniki bir xəstəliyidir iş bazarında desəm yanılmaram. 35 yaşdan yuxarı şəxslər niyə iş tapa bilmirlər? Niyə çətindir?